Gəlin özümüzü tanıma yolunda bir addım daha irəliyə ataq. Son zamanlar nədənsə yaman qorxaqlaşmışıq. Biraz sərt giriş olsa da, təəssüf ki, bu belədir. Qorxduğumuz şey isə xəstəliklərdir. Təbii ki, axır vaxtlar yaşadığımız şeyləri nəzərə alanda qorxaqlaşmağımıza bir yerdə haqq vermək olar. Sözü gedən son zamanlardakı infeksiyalar və yaxud da hər gün çıxan saysız-hesabsız xəstəliklər haqqında informasiyalar. Bu danılmazdır. Xəstəliklər var və onlar insan orqanizmində hədəf alırlar. Fəqət hər xəstəlik durumu heç də şişirdiləcək, qorxulacaq qədər dramatik deyil əslində. Daha doğrusu, bizim orqanizmimizin ona verdiyi cavab dramatik dərəcədə qorxulu deyil. Əksinə, çox alqışlanacaq möhtəşəm bir səviyyədədir. Bəs nəyi nəzərdə tuturam? Məsələn, hər hansısa bir infeksiya olsun, qrip infeksiyası, soyuqlanma, yaxud da müxtəlif dəri zədələnmələri, hər hansısa bir xəstəlik. Sözü gedən xəstəlik xroniki, illərlə davam edən ağır xəstəlik deyil təbii ki. Mən burada arterial hipertoniya, yəni təzyiq, yaxud da şəkərli diabet, yaxud da illərlə davam edən oynaq xəstəliklərini nəzərdə tutmuram. Mənim burada nəzərdə tutduğum qısa bir vədədə ortaya çıxan hər hansısa bir vəziyyət dəyişikliyidir. Sağlam vəziyyətdən müvəqqəti olaraq xəstəliyə keçdiyimiz dönəmdir. Bu dönəmlərdə isə həddən artıq çox qorxmağa başlayırıq. Həmən həkim axtaraq, çoxlu dərmanlar qəbul eləyək, ümidimizi bir tabletkaya, ümidimizi bir sistemə bağlayırıq və düşünürük ki, çox çətin durumdayıq və bizi sadəcə bu şeylər xilas edə bilər. Təbii ki, dərmanların, sistemlərin və ən əsası da həkimlərin cəmiyyətimizdəki rolunu danmaq olmaz. Və bundan əlavə bir şeyi də xatırlatmaq istərdim. Biz əslində çox möhtəşəm bir sistemə malik olaraq yaradılmışıq. Bu bizim immun sistemimizdir. İmmun sistem həddən artıq güclü bir sistemdir. Təsəvvür edin, anadan olduğunuz anda tamamilə safsınız. Daha doğrusu %100 saf deyilsiniz, amma %99 safsınız. Safdan nəzərdə tutduğum xarici mühitin təsirlərinə hələ ki məruz qalmamış bir orqanizminiz var. Və irəlilədikcə zaman, yaş ötdükcə, aylar, günlər ötdükcə hər gün xarici mühitlə təmasda olduğunuz müddətcə orqanizm yeni bir şeylər öyrənir. Yeni bakteriyalar öyrənir, yeni viruslar öyrənir. Uşaq vaxtı tez-tez xəstələnirik, uşaq vaxtı tez-tez qızdırmalar olur, fərqli situasiyalar, məsələn, sarılıq olur uşaqlarda, yeni doğulmuşlarda, yaxud da körpə uşaqlarda daha şiddətli qızdırmalar özünü göstərir. Bütün bunlar boşuna deyil. Bütün bunlar narahat olunacaq durumlar da ola bilər. Fəqət digər tərəfdən bizim bədənimizin yenicə yaşadığımız, yenicə içinə doğulduğumuz mühitə alışma dönəmidir. Bu alışma dönəmində bədən yeni viruslarla tanış olur, yeni bakteriyalarla tanış olur. Və bu tanış olma nəticəsində bədənə daxil olan İstər bu nəfəs yolu olsun, istər qida vasitəsi olsun, hər yeni bir şey bədəndə kodlanmağa başlayır. Belə ki, bizim möhtəşəm immun sistemimiz bədənə daxil olmuş xırda bir informasiyanı ölçür, biçir, öz yaddaşına vurur, daha sonra isə ona uyğun immun hüceyrələri formalaşdırır. Məhz o xaricdən bədənə daxil olmuş genetik material əsasında yeni bir ordu formalaşdırır ki, bu ordu sırf o genetik materiala qarşı savaş başladır. Bəs bu nə üçün önəmlidir? Təbii ki, ilkin olaraq bu viruslar, bu materiallar bədənə daxil olduğunda bizim bədənimiz hər hansısa bir sistemi formalaşdırmayıb daha öncədən buna qarşı və işə qoyularaq bu sistemi formalaşdırmağa başlayır. Bu dönəmdə də bədənin reaksiya verməyi təbii ki, normaldır. Bu dönəmdə bədən temperaturla reaksiya verəcək və yaxud da halsızlıqla, ağrılarla reaksiya verəcək. Çünki bizim bu sistemə yad bir şey daxil olub və biz onunla savaş üçün əsgər toplamalıyıq, belə deyək. Bu tamamilə təbii bir prosesdir və bu proses günbəgün davam edir. Günbəgün davam edir. O qədər davam edir ki, bizim immun sistemimiz mükəmməlləşir. Bəs bu nə üçün vacibdir? Bu həyatda qalmaq üçün vacibdir. Əgər bu sistem biz uşaq olarkən aktivləşməzsə, biz təbii ki, uzun müddət yaşaya bilməyəcəyik. Ən xırda bir şeydə tələf olub gedəcəyik. Ki bu yüzdəndir ki, bəzi immun çatışmazlığı xəstəliklər var və xüsusilə də bunlar yeni doğulmuşlarda
da özünü göstərir. Yəni qazanılmış deyil də, anadan gəlmə olaraq özünü göstərir ki, hansı ki bu immun çatışmazlığı durumlarında bədən yetəri qədər müqaviməti yarada bilmir bu xarici mühit təsirlərinə qarşı və bu bədən çox müqavimətsiz olur. Bu durumları istisna edirik. Ancaq əksər hallarda insan orqanizmi dediyim kimi immun sistemin mükəmməlliyətçi təbiəti fonunda yaranmışdır. Yəni immun sistem hər bir bədənə daxil olan qıcığa, yad bir şeyə qarşı zamanla ordular formalaşdırır. Və bu orduların sayəsində biz artıq illər ötdükcə, yetkin yaşa çatdıqca daha müqavimətli hala gəlirik. Həmin A infeksiyası, məsələn, uşaq vaxtı bizim bədənimizdə ekstra reaksiyaya səbəb olmuşdusa, artıq bizim müəyyən yaşımızdan sonra bu reaksiyanın şiddəti əvvəlki kimi olmayacaq. Və buna görədir ki, böyük şəxslər hər hansısa bir infeksiyaya məruz qalanda bu infeksiyanı şiddətli şəkildə keçirmirlər. Şiddətli şəkildə 42-43 dərəcə, 43 deməyə abartmayaq, amma 40-42 dərəcə qızdırmanı böyük şəxslərdə həmən-həmən görməzsən. Daha çox uşaqlarda görərsən. Çünki artıq bədən tanıyır ki, kimlə savaşır. Və maraqlıdır ki, immun sistemdə həm də yaddaş hüceyrələri deyə bir hüceyrələr var. Və bu hüceyrələr infeksiya durumu ortadan qalxdıqdan sonra belə zapas olaraq depoda qalırlar, yaddaşda qalırlar. Və bədənə yenidən o genetik informasiya, yenidən o yad cisim daxil olduqda bu yaddaş hüceyrələr başlayırlar bir-birlərini çoxaldırlar və yenidən bir ordu formasına gəlirlər və həmin xarici faktora qarşı savaşırlar. Deməli, yaddaş hüceyrələri itmir, sadəcə savaşdan sonra sayları normal olaraq azala bilər və onlar depoda qalırlar yenə növbəti istifadəyədək. O zaman bütün bu dediklərimdən hansı nəticəyə gəlirəm? Mən bu nəticəyə gəlirəm ki, hər xəstəlik dünyanın sonuymuş kimi reaksiya verəcək qədər qorxulu deyil. Hər durum bu qədər qorxulu deyil. Təbii ki, mən burada cavan şəxsdə, orta yaşlı şəxsdə birdən-birə 200 yuxarı təzyiqin olmasını nəzərdə tutmuram və yaxud da öncədən şəkər xəstəliyi olmayan bir şəxsdə 700 şəkərin olmağını nəzərdə tutmuram. Təbii ki, bunlar belə deyək ki, təcili durumlardır və bu durumlarda təcili şəkildə yardım göstərmək lazımdır. Mənim nəzərdə tutduğum şeylər isə hər hansısa bir soyuq dəymə, yaxud da dəridə xırda kəsiklər. Bəzən heç bu kəsikləri, bu yaralanmaları sadə infeksiya, dezinfeksiya məhlulu ilə də sağaltmaq olar. Vaxtı-vaxtında dezinfeksiya edirsiniz və bu artıq öz-özünə sağalır. İnsan orqanizmi çox mükəmməl şəkildə yaradılmışdır. İstər qanaxma durumları olsun, istər dərinin tamlığının pozulduğu kəsilmələr olsun, istər infeksiyalar olsun. Bizim hüceyrələrimiz özlərini bərpa edirlər. Və yaxud da orta yaşlı bir insansınız. Hər hansı bir ağır xronik xəstəliyiniz yoxdur. İmmun sisteminiz də normal səviyyədədirsə, bir infeksiyaya yoluxduğunuzda həkimə getməsəniz belə 7-10 gün içində, uzağı 2 həftə içində sağalma göstərə bilərsiniz. Təbii ki, burada sözü ağırlaşmalara aid eləmirəm. Ağırlaşmalar olarsa, növbəti ekstra infeksiyalar qoşularsa və durum həddən artıq pisləşərsə, həkimə getmək, lazımlı tədbiri almaq lazımdır. Bu mübahisəsizdir. Mənim demək istədiyim isə bu durumlarda əsla təşvişə düşməyin, əsla qorxmayın, soyuqqanlı qalmağa çalışın, rahat olun, bədənin öz müqavimət gücünü unutmayın. Boşuna deyil ki, insan övladı 100 min illərdir ki, öz varlığını qoruyur. Bütün bunlar heç də təsadüf şəklində deyil. Bütün bunlar mükəmməl yaradılmış immun sistemin, müdafiə mexanizmlərin gücü hesabınadır. Əgər bu mexanizmlər yerində olmasaydı, biz bugün bu vəziyyətə, bu varlığa gəlib çatmazdıq. Demək ki, belə çətin situasiyalarda, xəstəlik durumlarında bədənimizə güvənməyi öyrənirik. Ciddi durum yoxdursa ortada, həkim müdaxiləsi olmasa belə, biz müəyyən vaxtdan sonra sağalma göstərəcəyik. Əgər vəziyyət çətinləşərsə, problemlər artarsa, o zaman da həkimə müraciət etməyimiz məsləhətdir. Ancaq yenə də soyuqqanlılıqla bədənin özünü bərpa funksiyalarına inanaraq. İzlədiyiniz üçün təşəkkürlər.